Qusar rayonu coğrafi mövqeyinə görə ölkəmizin şimal-şərqində yerləşir. Rayonun ərazisi 1542 kvadrat kilometr, əhalisi son 6 il ərzində 5,2 min nəfər artaraq 103,3 min nəfərdir. Rayonun ümumi daxili məhsulu son 5 ildə 1,5 dəfə artaraq 458 milyon manata çatmış. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3 min manatdan 4,4 min manata, orta aylıq əmək haqqı 1,5 dəfə artaraq 722 manata, orta pensiya məbləği 398 manata yüksəlmişdir. Ümumi daxili məhsulun əsasını kənd təsərrüfatı və turizm təşkil edir. 2025-ci ilin ümumi daxili məhsulun 54%-i kənd təsərrüfatında, 22%-i tikinti və sənayedə, 24%-i turizm, ictimai iaşə, nəqliyyat, informasiya və rabitə sahələrində formalaşmışdır. Son illərdə rayonumuzda turizm uğurla inkişaf etmiş, əhalinin məşğulluğunun əsas sahələrindən birinə çevrilmişdir. Rayonumuza gələn yerli və xarici turistlərin sayı 2021-ci ildə 40 min nəfər təşkil edirdisə, hesabat ilində bu rəqəm 3,3 dəfə artaraq 131 nəfərdən çox olmuşdur. Rayon rəhbərinin səyi və aidiyyatı mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə müzakirələri nəticəsində 2025-ci ildə rayona ayrılmış vəsaitlərin 1,2 milyon manat artırılmaqla 7,5 milyon manata çatdırılmışdır. Nəzərdə tutulan və artırılan vəsait hesabına ötən ildə 18 küçənin asfaltlaşdırılması, 8 küçədə və Nəriman Nərimanov adına mədəniyyət və istirahət parkında təmir abadlıq işlərinin görülməsi, 7 küçədə işıqlandırma sisteminin qurulması, bir çox mənzilli 5 mərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi işləri yerinə yetirilmişdir. Hesabat dövründə rayonda qanunçuluğun qorunması və cinayətkarlara qarşı lazımi tədbirlər görülmüşdür. Belə ki, rayonun hüquq mühafizə orqanları tərəfindən 2025-ci il ərzində Qusar rayonu ərazisində 129 cinayət hadisəsi qeydə alınmış, onlardan böyük ictimai təhlükə törətməyən 36, az ağır 81, ağır 10, xüsusilə ağır 2 hadisə olmuşdur. Təhlildən görünür ki, 2024-cü illə müqayisədə 2025-ci ildə rayon ərazisində qeydə alınan cinayətlərin ümumi sayı 2 fakt az olmuş, cinayətlərin açılma faizi 94,2%-i təşkil etmişdir. Cinayət törətdiklərinə görə axtarışda olan 48 nəfərdən hesabat dövründə 44 nəfəri tutularaq məsuliyyətə cəlb edilmişdir. 2025-ci ildə itkin düşmüş 23 nəfərdən 21-i tapılmışdır ki, bu da 91,3%-i təşkil edir. Hesabat dövründə rayon polis şöbəsi tərəfindən 16.898 inzibati protokol tərtib edilmişdir. Onlardan sahə müvəkkilləri tərəfindən 2342, yol polis əməkdaşları tərəfindən 14556 protokol tərtib edilmişdir. Son illərdə ölkəmizdə sosial rifahın yüksəldilməsi, az təminatlı ailələrin müdafiəsi və sosial bərabərliyin təmin olunması sahəsində mühüm islahatlar aparılır. Bu siyasətin əsas alətlərindən biri ünvanlı dövlət sosial yardım proqramıdır. Qusar rayonu üzrə 2024-cü illə müqayisədə 2025-ci ildə sosial yardım alanların sayı 2,2 dəfədən çox olaraq 502 nəfərə, ailə üzvlərinin sayı 2376-ya çatdırılmışdır. 2025-ci ildə özünü məşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslərin sayı artaraq 198 nəfər olmuşdur. Sahibkarlığın inkişafı fondundan güzəştli şərtlərlə 101 layihə üzrə verilmiş 7 milyon 652 min manat kreditdən 94 layihə üzrə 6 milyon 400 min manatı kənd təsərrüfatı və turizm sahələrinə ayrılmışdır. İl ərzində bu layihələr üzrə cəmi 123 yeni iş yeri, 2025-ci ildə isə cəmi 559 yeni iş yerləri yaradılmışdır. Sakinlərin, xüsusilə imtiyazlı şəxslərin rifah halının və yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. 147 nəfər şəhid ailəsi və qazilərə 2025-ci ildə 191 min manat, az təminatlı sosial dəstəyə ehtiyacı olan vətəndaşlara isə 29,3 min manat vəsait ödənilmişdir. Eyni zamanda şəhid ailələrinin və qazilərin mənzil məişət problemlərinin həlli məqsədi ilə 112 mənzildən ibarət olan 2 ədəd 5 mərtəbəli yaşayış binasının tikintisinə başlanılmışdır. Qusar şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə şəhidlərin xatirə güşəsi yaradılmış, 12 iyul 2025-ci ildə güşə ilə tanışlıq baş tutmuşdur. Güşədə 115 nəfər şəhidin portreti yer alır. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun bütün yaşayış məntəqələrində şəhid məzarları ziyarət edilmiş, şəhid ailələrinin qayğı və problemləri ilə yaxından maraqlanılmış və
və həlli istiqamətində zəruri tədbirlər görülmüşdür. Şəhidlərimizin əziz xatirəsi daima uca tutulur. Qusar rayonu Respublikamızın inkişaf etmiş mühüm kənd təsərrüfatı rayonlarından biridir və kənd təsərrüfatı rayon iqtisadiyyatının əsasını təşkil edir. 2025-ci ilin məhsulu üçün rayonda 19,7 min hektar sahədə taxıl əkilmiş, 31,5 min ton buğda, 25,9 min ton arpa olmaqla ümumilikdə 57,4 min ton taxıl istehsal edilmiş, orta məhsuldarlıq 29,1 sentiner təşkil etmişdir. 2025-ci ildə 1,8 min hektar sahədə tərəvəz, 2 min hektar sahədə kartof əkilmiş, sahədən 29,8 min ton tərəvəz, 32,8 min ton kartof olmaqla cəmi 62,6 min ton məhsul istehsal edilmişdir ki, bu da 2024-cü illə müqayisədə 3,9 min ton çoxdur. Meyvəçilik sahəsində 84,4 min ton meyvə, gilə meyvə məhsulu yığılmış, bu göstərici əvvəlki illərlə müqayisədə 11,9 min ton artmışdır. 2025-ci ildə 833 hektar sahədə yeni meyvə bağları salınmışdır. Ötən ildə kənd təsərrüfatı sahəsində baş verən ən əlamətdar hadisələrdən biri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qusar rayonunda fəaliyyət göstərən İsmixanlı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bağçılıq və soyuducu ambar kompleksi ilə tanış olmasıdır. Səfər zamanı kompleksin istehsal potensialı, müasir aqrotexniki yanaşmalar əsasında qurulmuş bağ sahələri, məhsulların saxlanılması və emalı üçün yaradılmış infrastruktur barədə ətraflı məlumat verilmişdir. Əkin sahələrinin mövsüm ərzində suvarma suyuna olan tələbatın vaxtında ödənilməsi məqsədi ilə Quxurba kəndi ərazisində 1200 metr uzunluğunda torpaq əsaslı arxa beton üzlük çəkilmiş, Cağarqışlaq kəndində Samur-Abşeron kanalı üzərində su nasos stansiyasının bərpası başa çatdırılmışdır. Rayon ərazisində su ehtiyatlarından səmərəli istifadə olunması, alternativ su mənbələrinin və su tutarlarının yaradılması, həmçinin bu mənbələrdən istifadənin genişləndirilməsi məqsədi ilə Bənövşə Gölü su anbarının bərpası nəzərdə tutulmuşdur. Layihə çərçivəsində 7 kəndə içməli su xəttlərinin çəkilməsi məqsədi ilə ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2025-ci il tarixli 626 nömrəli sərəncamına əsasən layihənin icrası üçün 1 milyon manat vəsait ayrılmışdır. Ötən ildə rayonun Kiləgir kəndi ərazisində, şəhərin Fətəli xan küçəsində, Zərifə Əliyeva küçəsində, Qurbanov küçəsində, Aşağı Ləyər kəndi ərazisində ümumilikdə 2700 metrdən çox yeni su xəttləri çəkilmişdir. Rayonun Samur qəsəbəsində içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə su nasos sistemi quraşdırılmış, 28 may küçəsində 200 pagonometr kanalizasiya xəttləri çəkilmişdir. BP şirkətinin maliyyə dəstəyi ilə Avaran kəndində layihəyə başlanılmış və 10.000 kubmetr həcmində su anbarı yaradılmışdır. Nasosxana və filtrasiya stansiyası quraşdırılmış, 125 fərdi yaşayış evinə içməli su xəttləri çəkilmiş və su sayğacları quraşdırılmışdır. Kəndin ikinci Avaran adlanan hissəsində yerləşən 259 fərdi yaşayış evində də içməli su ilə təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Ötən ildə rayonun Laza kəndi ərazisində yerləşən şəlalədən palçıq axını gəlmiş və 4 gün davam etmişdir. Yaranmış təhlükəli vəziyyətlə əlaqədar əraziyə xüsusi texnikalar cəlb edilməklə zəruri tədbirlər görülmüşdür. Gələcəkdə təhlükəli vəziyyətin təkrarlanmaması üçün ərazidə görülməli işlər barəsində Nazirlər Kabinetinə təkliflər təqdim edilmişdir. Hesabat dövründə rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, diqqətdə saxlanılmış rayon əhalisinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması, eləcə də enerji itkilərinin qarşısının alınması məqsədi ilə bir sıra işlər həyata keçirilmişdir. Belə ki, rayon ərazisində mövcud 10 və 0,6 kilovoltluq hava elektrik verilişi xəttlərinin yenidən qurma işləri çərçivəsində hava elektrik verilişi xəttləri yenilənmiş, xeyli dayaq quraşdırılmış, müxtəlif markalı kabel və naqil xəttləri çəkilmişdir. Yuxarı Tahircal kəndini elektrik enerjisi ilə təmin edən 10 kilovoltluq hava elektrik verilişi xətti yenidən qurulmuşdur. Bu məqsədlə 250 ədəd yeni kompozit dayaq quraşdırılmış və ümumilikdə 27,7 min metr SIP 3 kabel xətti çəkilmişdir. 110 və 35 kilovoltluq yarım stansiyaları birləşdirən 2 dövrəli 35 kilovolt
kilovoltluq hava elektrik verilişi xəttinin çəkilişi və 35 kilovoltluq yarımstansiyanın gücünün 7 megavatdan 20 megavata qaldırılması üçün yenidən qurma işlərinə başlanılmış və işlər davam etdirilir. Hesabat ilində 5 kənddə şəbəkənin yenidən qurulması işləri aparılmış, hazırda 3 kənddə bu işlər davam etdirilir. Hesabat ilində Avaran və Mucuq kəndlərinə təbii qaz verilmişdir. Avaran, Mucuq, Urva və Bədişqala kəndlərində ümumilikdə 515 ev qaz xəttinə qoşulmuşdur. Hesabat ilində həmçinin Kuzun kəndinin Aladaş yaşayış massivində, Yeni Tahircal və Gicanova kəndlərində də yeni məhəllələrə qaz xətləri çəkilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda qazlaşdırılan kəndlərdə yerləşən yaşayış evlərinin böyük əksəriyyətinə təbii qazın verilişi sadələşdirilmiş, sənədləşmə qaydasında çəkilişinə nail olunmuşdur. 2025-ci il ərzində rayonda rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, abonentlərə dayanıqlı və fasiləsiz rabitənin təmin edilməsi məqsədi ilə müəyyən tədbirlər davam etdirilmiş, Cipon texnologiyasının tətbiqi ilə əlaqədar yeni xətt şəbəkəsinin tikintisi nəticəsində rayonda Cipon texnologiyasına qoşulmuş ümumi abunəçi sayı 18242-yə çatmışdır. Ötən ildə yol infrastrukturunun yenidən qurulması istiqamətində ən mühüm hadisələrdən biri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qusar rayonunun Quxuruba, Hiluba, Yasaboba, Əniqoba, Aşağı İmamqulu kənd Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamı olmuşdur. Sərəncama əsasən qeyd olunan avtomobil yolunun əsaslı təmir məqsədi ilə ilkin mərhələdə 1,5 milyon manat vəsait ayrılmış və cari ildə ümumi uzunluğu 26,7 kilometr olan yol əsasının tikintisinə başlanılmış, növbəti ildə də yolun asfalt örtüyünün çəkilməsi həyata keçiriləcəkdir. 2025-ci ildə rayon ərazisində yerli əhəmiyyətli kəndlər arası avtomobil yollarının cari təmir sahəsində də bir sıra işlər görülmüşdür. Əhaliyə göstərilən səhiyyə xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində 2025-ci ildə Qusar rayon mərkəzi xəstəxanasında bir sıra tədbirlər mərhələli şəkildə həyata keçirilmişdir. Belə ki, qazanxana sistemi tam bərpa edilərək xəstəxana, şöbələri, fasiləsiz istilik və isti su ilə təmin olunmuş, mətbəx, nasosxana, camaşırxana və generator sistemləri yenidən qurularaq tam işlək vəziyyətinə gətirilmiş, əsas tip avadanlıqları təmir olunmuş, 2 ədəd yeni reanimobil istismara verilmişdir. Səhiyyə sahəsində baş vermiş mühüm əhəmiyyət kəsb edən yeniliklərdən biri də müddətli həqiqi hərbi xidmətə çağırılan rayon gənclərinin tibbi müayinələrinin Qusar rayon mərkəzi xəstəxanasında aparılmasına başlanılmasıdır. Əvvəllər bu müayinələr Quba rayon mərkəzi xəstəxanasında aparılırdı ki, bu da xüsusilə ucqar dağ kəndlərində yaşayan vətəndaşlar üçün əlavə çətinliklər yaradır, gediş-gəlişə narahatlıqlara səbəb olurdu. Qeyd olunan problem artıq öz müsbət həllini tapmış və 2026-cı ilin yanvar ayından etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan rayon gənclərinin tibbi müayinələrinin Qusar rayon mərkəzi xəstəxanasında aparılmasına başlanılmışdır. Rayonda təhsil infrastrukturunun müasir tələblər səviyyəsində qurulması, bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də Cibir kəndində müasir standartlara cavab verən yeni məktəb binasının inşası olmuşdur. 264 şagird yerlik bu təhsil müəssisəsi cari ildə istifadəyə verilmişdir. Rayonun Gündüzqala, İmamqulu kənd, Urva, Aşağı Ləyər kənd məktəb binalarında, eləcə də Uşaq Gənclər İdman Şahmat məktəbi və Peşə liseyinin binalarında əsaslı təmin işləri aparılmışdır. Hazırda rayonun Kuzunqışlaq kəndində yeni məktəb binasının tikintisi davam etdirilir. Növbəti illərdə Yasab, İmamqulu kənd, Həzrə və Qaratoba kəndlərində də yeni məktəb binalarının inşası nəzərdə tutulmuşdur. Təhsilin inkişafı istiqamətində görülən işlərlə yanaşı, gənclərin bilik və bacarıqlarının dəyərləndirilməsi, onların gələcək uğurlarının stimullaşdırılması da diqqət mərkəzində saxlanılır. Bu çərçivədə 2025-ci ildə ali məktəblərə qəbul olunmuş rayon məzunları ilə görüş keçirilmiş və yüksək nəticələrlə qəbul olunmuş şagirdlər rayon icra hakimiyyəti tərəfindən diplomlar və pul mükafatları ilə təltif edilmişdir. Rayonda idmanın inkişafı, gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm istiqamətlərdən biri kimi diqqətdə saxlanılır. 13 və 28 may tarixlərində Müstəqillik günü münasibəti ilə fərqli yaş qruplarından olan 700 nəfərin iştirakı ilə Qusar rayonunda Zirvəyə doğru adlı kütləvi qaçış yarışları təşkil olunmuşdur. Rayonda peşəkar idmançıların yetişdirilməsində, idmanın müxtəlif növlərinin inkişaf etdirilməsində Uşaq Gənclər İdman Şahmat məktəbinin xüsusi rolunu qeyd etmək lazımdır. Azərbaycan Güləş Federasiyası tərəfindən Uşaq Gənclər İdman Şahmat məktəbi müasir idman avadanlıqları, Yasab kəndində yerləşən idman zalı, ağırlıq
qaldırma üzrə müasir idman avadanlıqları ilə təchiz edilmişdir. Qusar rayon icra hakimiyyətinin təşəbbüsü ilə cari ildə Aşağı İmamqulu kənd, Mucuqoba, Gədəzəyxur, Aşağı Leyər və Bədişqala kənd stadionlarında təmir, bərpa işləri aparılmışdır. Sevindirici haldır ki, rayonumuzun Şahdağ Qusar futbol komandası Azərbaycan çempionatının 2-ci liqasında 2024-2025-ci illərdə mövsümü uğurla başa vuraraq çempionluq titulunu qazanmışdır. Bununla yanaşı əsas idman obyektlərindən biri olan Şövkət Orduxanov adına Qusar şəhər stadionu aparılan danışıqlar nəticəsində 2025-ci ildə əvəzsiz olaraq Gənclər və İdman Nazirliyinin balansına verilmiş, stadionda yenidən qurma və təmir işlərinin yaxın gələcəkdə Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı 2025-ci il ərzində Qusar rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamları ilə Qusar Dövlət Ləzgi Dram Teatrına, Hil Folklor evinə, Bizim Media İnformasiya Agentliyinə və Qusar Olimpiya İdman Kompleksinə müxtəlif məbləğlərdə maliyyə dəstəyi göstərilmişdir. 2025-ci ildə rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, mədəniyyət, təhsil və rayon ictimaiyyətinin nümayəndələri ilə habelə xüsusi nailiyyətləri olan şagirdlərlə, idmançılarla, sahibkarlarla görüşlər və tədbirlər keçirilmişdir. Bu tədbirlərdə rayonun inkişaf prioritetləri və qarşıda duran vəzifələr müzakirə olunmuş, təkliflər dinlənilmişdir. Görüşlərin nəticələrinə əsaslanan rayon əhalisinin rifah halının yüksəlməsi və məmnunluğunun artırılması istiqamətində konkret tədbirlər müəyyənləşdirilmişdir. Rayon icra hakimiyyəti 2026-cı ildə rayon iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi, infrastruktur sahələrinin müasir tələblərə uyğun şəkildə yenidən qurulması və rayon əhalisinin sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin ardıcıl şəkildə həyata keçirilməsi istiqamətində tədbirləri davam etdirəcəkdir. Bu məqsədlə 2026-cı il üçün rayonun inkişaf planı hazırlanmışdır. İnkişaf planında sosial obyektlərin tikintisi, infrastruktur sahələrinin yenidən qurulması, abadlıq, quruculuq və digər tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.